ADA Siyasi Forumu iştirakçı ölkələrin nümayəndələri arasında mühüm əlaqələrin qurulmasına imkan yaradacaq. Forumun Qarabağ Universitetində keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu fikirləri Xankəndidə yeni dünya nizamına doğru mövzusunda keçirilən 7-ci ADA Siyasi Forumunda rektor Hafiz Paşayev bildirib. Tədbirdə geosiyasi dəyişikliklər və onların regional suverenliyə təsiri, yeni dünya nizamı, iqtisadi transformasiya və rəqəmsal inqilabdan gözləntilər kimi mövzular panel müzakirələr baş tutub. Qeyd edək ki, forumda 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələri qatılıb. Onlar fikirlərini ictimai xəbərlə bölüşüblər. Azərbaycanın müzakirələrin bir hissəsi olması və hadisələrin hansı istiqamətdə inkişaf etdiyini dəyərləndirməsi çox vacibdir. İkincisi, bu tədbirin burada, Qarabağın tam mərkəzində, Xankəndidə baş tutması böyük əhəmiyyət daşıyır. Bundan əlavə infrastrukturun yaradılması və tikinti prosesinin sürəti də diqqət çəkir. Görüşün məqsədi Azərbaycanın xarici siyasətini və Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişlə bağlı mövqelərin nədən ibarət olduğunu anlamaqdır. Bu konferans çox mürəkkəb bir zaman keçirilir. Həm bizim regionda, bizim dünyada ümumiyyətlə qlobal xarakterli dəyişikliklər baş verir. Bu haqda hamısı bilir. Ona görə bu çərçivədə müvafiq məsələləri müzakirə etmək, Azərbaycan siyasəti haqqında bəhs etmək, müxtəlif fikir mübadiləsi aparmaq hesab edirəm ki, həm bizim üçün, həm bizim ənənəvi tərəfdarlar üçün çox vacibdir.